Esselamu aleykum. Bugün inşallah Mədinə 1 dərsinin 22-ci, yəni Mədinə 1 kitabının 22-ci dərsini sizinlə paylaşıram. Əd-dərsüstəni vəl-işrunə 22-ci dərs. Həmidun tabibun. Həmid həkimdir. Zəvcətuhu müdərrisətun və onun bir zövcəsi müəllimədir. İsmuha Əminətu, adı Əminədir. Həmidun ləhu ərbəətü əbnəyin. Həmidin 4 oğlu var. Hum, onlar, Həmzətu, Həmzə, və Usmanu, Osman, və Əhmədu, Əhməd, və İbrahimu və İbrahim. Əhmədu və Həmzətu talibəni. Əhməd və Həmzə 2 tələbədir. Əhmədu talibun müctəhidun. Əhməd çalışqan tələbədir. Və Həmzətu talibun kəslənu. Həmzə isə tənbəl tələbədir. Qalə Yusufu. Yusuf dedi. İndi xamsətü əqləmin. Məndə 5 qələm var. Həzə qələmun əhməru. Bu qırmızı qələmdir. Və həzə qələmun əzraqu. Bu mavi qələmdir. Və həzə qələmu əxtaru. Bu yaşıl qələmdir. Və həzə qələmun əsvadu. Bu sarı qələmdir. Və həzə qələmun əsfəru. Bu sarı qələmdir. Qalət Zeynəbu. Zeynəb dedi. İndi mənə dilu kəsiratun. Məndə çoxlu dəsmallar var. Mənə dilun cansız olduğuna görə və cəmdə olduğuna görə biz onu kəsiratundan ifadə edirik. Həzə əbyadu. Bu ağdır. Və həzə əsfəru. Bu sarıdır. Və həzə əhməru. Və bu qırmızıdır. Və həzə əzraqu. Və bu mavidir. Qalət ləhə Fatimətu. Fatimə qalət, yəni ona dedi. Əindəki mindilun əxtaru. Deyir, səndə yaşıl dəsmal varmı? Qalət dedi, lə, mə indi mindilun əxtaru. Deyir ki, xeyr, yəni məndə yaşıl dəsmal yoxdur. Qalət talihətu. Talihə dedi, indi məfətihu kəsiratun. Məndə çoxlu açarlar var. Həzə miftəhulğurfəti. Bu otağın açarıdır. Və həzə miftəhul həqibəti. Bu çantanın açarıdır. Və həzə miftəhul səyyarəti. Bu maşının açarıdır. Qalə, deməli, Sufyan dedi. Fi bələdinə məsəcidu. Və mədərrisu kəsiratun. Deyir ki, bizim ölkəmizdə məscid və deməli çoxlu məscid və mədərrisu, yəni məktəblər var. Və fənədiqu qalilətun və fənədiqu yəni otel sözünün cəmidir və otellər azdır. Həuləi ətibbəu. Bunlar tələbələrdirmi? Lə, xeyr. Hum müdərrisunə. Onlar müəllimlərdir. Və hum deməli uləməu kibarun. Və deyir ki, onlar böyük alimlərdir. İndi isə aşağıdakı tapşırıqda tənvin qəbul etməyən isimlər qrupunu burada sıralayır. İndi oxuyaq. Zeynəbu, Zeynəb, Məryəmu, Məryəm, Fatimətu, Fatimə, Ayşətu, Ayşə, Məkkətu, Məkkə, Cüddətu, Cüddə. Burada həm qadın adları, həm də şəhər adlarını vermişdim. İkincidə Həmzətu, Həmzə, Usamətu, Usamə, Muaviyyətu, Muaviyyə, Talhətu, Talhə. Burada kişi adları verib tənvin qəbul etməyən. Üçüncüdə Usmanu, Osman, deməli Əhvanu, Əhvan, Sufyanu, Sufyan, Mərvanu, Mərvan, Nu'manu, Nu'mən. Burada da tənvin qəbul etməyən kişi adlarıdır. Bəbəndində kəslənu, tənbəl, cəvənu, ac, atşənu, susuz, şəb'anu, tox, məl'anu, dolu. Bunlar da sifətlərdir və tənvin qəbul etmir. Dördüncüdə Əhmədu, Əhməd, Ənvaru, Ənvar, Əkbəru, böyük,
daha böyük, daha doğrusu əsədu, əsəd. Burada həm də əkbəru ən böyük mənasında istifadə olunur, həm də əkbəru sifət mənasında belə deyim ki, sifət mənasında istifadə olunur. B bəndində əbyədu ağ, əsvədu deməli. Əsvədu dedik qara, əhməru qırmızı, əsfəru sarı, əxtaru yaşıl, əzraqu mavi. 5-cidə Williamu William, Eduardo Edward, Londonu London, Bərisu Paris, Pakistanu Pakistan, Bəğdadun Bağdad. B bəndində İbrahimu İbrahim, İsmailu İsmail, İshaqu İshaq, Yaqubu Yaqub, Yunusu Yunus, Yusufu Yusuf. 6-cıda deməli əğniya-u varlı sözünün cəmidir. Əsdiqa-u dost sözünün cəmidir. Əqviya-u deməli qabilun sözünün cəmidir. Ətibba-u həkimlər. Sonra fuqara-u kasıblar, vuzara-u yoldaşlar, daha doğrusu nazirlər, zumələ-u yoldaşlar, uləmə-u alimlər. Məsəcidu məscid, mədarisu məktəb, yəni cəmi götürülür burada. Məscidlər, məktəblər, fənədiqu otellər, məkətibu yazı stolları, dəqaiqu dəqiqələr. Mənədilu dəsmallar, məfətihu açarlar, fənəcinu fincanlar, kərasiyu oturacaqlar. Aşağıdakı tapşırıqda da burada sözləri verir və sözlərin sonunu hərəkələməyi tələb edir. Məsələn, Muhammedun Muhammed, Xalidun Xalid, Məryəmu Məryəm, Fatimətu Fatimə, Abbasun Abbas, Həmzətu Həmzə, Məsəcidu məscidlər, Kutubun kitablar, Əqləmun qələmlər, Mənədilu dəsmallar, Buyutun evlər, Zumələ-u yoldaşlar, sonra Ləndənu London, Sufyanu Sufyan, Həmidun Həmid, Əhmədu Əhməd, İbrahimu İbrahim, Məkkətu Məkkə, Zeynəbu Zeynəb, Əsdiqa-u dostlar, Müdərrisətun müəllimlər qadın cinsində, Məhmudun Mahmud, Bəğdadu Bağdad, Cəmilun gözəl, sonra Kəbirun böyük, Əkbəru yəni ən böyük, Müctəhidun çalışqan, Tavilun hündür, sonra Kəslənu tənbəl, Tulləbun tələbələr, Fuqara-u kasıblar, Aliyun Əli, Pakistanu Pakistan, Əmmərun Ömər, Səyyəratun maşınlar, Əhməru qırmızı, İsmailu İsmail, Bərisu Paris, Bəbun qapı, Qələmun qələm, Mədərisu bu məktəb sözünün cəmidir. Cüddətu cüddə, Məfətihu açarlar, Mədrasətun məktəb, Məl'ənu dolu, Məkətibu yazı stolları, Qaribun yaxın, Usamətu Usman. Aşağıda da yeni sözlər var. Fincan sözü fincanun, fənəcinu, dəsmal mindilun, mənədilu, məktəb mədrasətun, mədərisu, açar miftahun, məfətihu, məscidun, məscid, deməli məsəcidu məscidlər, dəqiqə, dəqaiqatu, dəqaiqu, qalilun az, qaləilu az yəni mənasının cəmdə, ağ əbyədu, qırmızı əhməru, yaşıl əxdaru, qara əsvadu, göy əzraqu, sarı əsfəru, kişi cinsində o dedi qalə, qadın cinsində o dedi qalət.